bürcü 30 dekabr 2025-ci il. Bugün insanlarla dil tapmaq, onları bir araya gətirmək, ruhlandırmaq və lazım olan istiqamətə yönətmək bacarığınız sayəsində xüsusilə faydalı olacaq. Məhz bunun sayəsində qoçlar mürəkkəb tapşırıqları həll edərkən özlərini yormayacaq və güclü rəqiblərlə tək başına mübarizə aparmalı olmayacaqlar. Ən çətin, darıxdırıcı və yorucu işləri başqalarına həvalə edib, özləri diqqəti maksimum maraq doğuran və uğur gətirən işlərə yönəldəcəklər. Bu strategiya onlara yeni və o cümlədən kifayət qədər nüfuzlu müttəfiqlər qazanmağa imkan verəcək. Cazibəniz və şəxsi simpatiyanız danışıqlarda işə yaraya bilər, lakin siz peşəkar maraqları şəxsi hisslərlə qarışdırmayacaqsınız. Bu çox düzgün qərar olacaq. Bugün sizi dəstəkləyən insanların gələcəkdə etibarlı dostlara çevrilməsi mümkündür. Amma hələlik sizi yalnız ümumi işgüzar maraqlar birləşdirəcək ki, bu da bir çox narahat vəziyyətlərin qarşısını alacaq. Boğa bürcü 30 dekabr 2025-ci il. Bir çox sahədə uğur qazanmaq şansınız olacaq. İntuisiya hansı işə ilk növbədə başlamaq lazım olduğunu göstərəcək. Məhz ona qulaq asmaq məsləhətdir. Ətrafdakılara yox, çətin ki tapşırıqlardan kimsə nəyi hədəflədiyinizi və hansı çətinliklərlə üzləşdiyinizi tam başa düşsün. Buna görə də kənar məsləhətlər daha çox çaşqınlıq yarada, nəinki kömək edə bilər. Gün işgüzar əlaqələri möhkəmləndirmək, layihələrinizi dəstəkləyə biləcək insanlarla ünsiyyət üçün əlverişlidir. İdeyalarınız bir çoxlarını maraqlandıra bilsə də, əldə olunan razılaşmaların hələlik ilkin xarakter daşıyacağını unutmayın. Yəni, rahatlanmaq üçün tezdir. Əkizlər bürcü 30 dekabr 2025-ci il. Günün əvvəlində şərait uğurlu olacaq. Çox təsadüflər baxımından kifayət qədər zəngin keçəcək. Məhz bu vaxt ərzində iş tapşırıqlarını tez yerinə yetirmək, yaxşı qazanc əldə etmək və əvvəllər hər kəsi çaşdıran suallara cavab tapmaq mümkün ola bilər. Bununla belə həmkarlar və işgüzar tərəfdaşlarla ünsiyyətdə müəyyən çətinliklər yarana bilər. Onlar hər zaman sizin sürətinizə uyğunlaşmaya və ideyalarınızı dərhal dəyərləndirməyə bilərlər. Belə anlarda sakitliyi qorumaq vacibdir. Günün ikinci yarısında ailə məsələlərinə və yaxınlara qayğı göstərməyə diqqət yetirmək lazım gələcək. Valideyn olan əkizlər üçün uşaqlarla daha çox vaxt keçirmək münasibətlərə müsbət təsir göstərəcək. Romantik münasibətlər baxımından da dövr əlverişlidir. İlk görüş uğurlu keçə bilər. Uzun müddətdir birlikdə olanlar isə sevdiklərini sevindirməyin yolunu tapacaqlar. Xərçəng bürcü 30 dekabr 2025-ci il. Gün iş və digər faydalı məşğuliyyətlər üçün çox uyğundur. Siz tez anlayacaqsınız ki, hansı məsləhətlər həqiqətən vacib və təcillidir, hansını isə sonraya saxlamaq olar. Bəzi xərçənglər etibarlı müttəfiqlər və köməkçilər tapa bilərlər. Amma nəzərə almaq lazımdır ki, insanlar hər zaman təmənnasız olmayacaq. Ona görə də əvvəlcədən onlara necə təşəkkür edə biləcəyinizi düşünmək faydalıdır. Çoxlu maraqlı söhbətlər olacaq. Bəzi xərçənglər başqalarından daha tez biznes üçün çox faydalı məlumat əldə edəcəklər. Xırda detallara diqqət edilmək başqalarının gözdən qaçırdığı məqamları görməyə imkan verəcək və bu da rəqibləri qabaqlamağa kömək edə bilər. Şir bürcü 30 dekabr 2025-ci il. Ulduzlar təşəbbüslərinizi dəstəkləyəcək. Bundan ən perspektivli ideyaları həyata keçirmək üçün istifadə etmək lazımdır. Ətrafdakılar sizin planlarınızın nə qədər böyük olduğunu dərhal anlamaya bilərlər. Amma bəziləri mütləq kömək təklif edəcək. Bugün bəzi işlər təkcə yeni müttəfiqlər deyil, həm də həqiqi dostlar qazana bilərlər. İşgüzar münasibət kimi başlayan əlaqələr romantik xarakter ala bilər. Bu sizin təşəbbüs göstərib göstərməməyinizdən asılı olacaq. Gün həm də başqalarına kömək etmək, ictimai tədbirlərdə və xeyriyyə aksiyalarında iştirak etmək üçün münasibdir. Başqaları üçün etdiyiniz hər bir yaxşılıq dolayı ilə sizə fayda verəcək. Məsələn, əldə etdiyiniz təcrübə gələcəkdə karyera yüksəlişinə kömək edə bilər. Qız bürcü 30 dekabr 2025-ci il. Gün asan keçməyəcək. Başqaları bunu uğursuz adlandıra bilərdi. Amma siz bütün maneələri dəf etməyin yolunu tapacaqsınız. Bəzi qızlar inatkarlıqları sayəsində başqalarına qeyri-mümkün görünən nəticələr əldə edəcəklər. Bu diqqətdən kənarda qalmayacaq və sizi əvvəllər qiymətləndirməyən insanlar fikirlərini dəyişəcəklər. İş dəyişikliyi və ya uzun müddətli əməkdaşlıqla bağlı təkliflər istisna deyil. Maliyyə məsələlərini fokuslananlara uğur yoldaşlıq edəcək. Biznesin inkişafı və sərfəli sövdələşmələrlə bağlı yaxşı ideyalar yarana bilər. Bəzi qızlara köhnə borclar qaytarıla bilər.
Tərəzi bürcü 30 dekabr 2025-ci il. Günün xüsusilə məhsuldar olacağı gözlənilmir. Amma vaxtınızı xoş keçirəcəksiniz. Köhnə tanışlarla görüşmə imkanı yaranacaq. Maraqlı təkliflər ala bilərsiniz. Məsələn, yeni iş və sərfəli əməkdaşlıq. İşgüzar sahədə kəskin dəyişikliklərə tələsməyin. Hər şeyi sakitcə düşünün. Müsbət və mənfi tərəfləri dəyərləndirmək üçün kifayət qədər vaxtınız olacaq. Yaxınlarla münasibətlər ahəngdar olacaq. Əgər əvvəllər fikir ayrılıqları yaranıbsa, bugün bir-birinizi yarım sözdən anlayacaqsınız. Günün ikinci yarısı sevdiyiniz insanla ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Əqrəb bürcü 30 dekabr 2025-ci il. Günün əvvəlində xırda çətinliklər yarana bilər. Buna görə planlarınızı dəyişmək bəzi işləri təxirə salıb digərlərinə fokuslanmaq lazım gələ bilər. Bəzi əqrəblər üçün işgüzar ünsiyyət çətinləşəcək. Həmkarlarla anlaşmaq adi haldan daha mürəkkəb ola bilər və rəhbərlikdən iradlar gələ bilər. Tənqidi qeydlərə fəlsəfi yanaşmağa çalışın. Bir qədər sonra onların içində məntiqli məqamlar tapa bilərsiniz. Zaman keçdikcə müsbət tendensiyaların təsiri güclənəcək. Günün ikinci yarısı yeni işlərə başlayan əqrəblər üçün xoş sürprizlər və ilk uğurlar vəd edir. Faydalı tanışlıqlar və dəyərli təcrübəyə malik insanlarla ünsiyyət mümkündür. Oxatan bürcü 30 dekabr 2025-ci il. Əvvəllər demək olar ki, qeyri-real görünən arzularınızın reallaşması mümkün olacaq. Ulduzlar bugün sizə hər sahədə dəstəkləyəcək. Buna görə də mühüm iş və layihələrə başlamaq olar. Sizi narahat edən maliyyə və inzibati məsələlər uğurla həll oluna bilər. Bəzi oxatanlar dostlarına və ya qohumlarına kömək etmə imkanı əldə edəcəklər. Bunu məmnuniyyətlə edəcəklər. Gözlənilməz pul daxil olmaları, o cümlədən ummadığınız mənbələrdən gəlir mümkündür. İnvestisiya axtaran sahibkarlar üçün əlverişli fürsətlər yarana bilər. Amma vəsaitdən düzgün istifadə etmək və riskə getməmək vacibdir. Oğlaq bürcü 30 dekabr 2025-ci il. Çox fərqli insanlarla ünsiyyətdə olmalı olacaqsınız. Diqqətli olun. Hər kəslə açıq danışmaq və ciddi razılaşmalar bağlamaq olmaz. Peşəkar əlaqələrdə seçici olmaq vacibdir. Şübhəli şəxslərlə əməkdaşlıq reputasiyanıza zərər vura və etibarlı müttəfiqlər tapmağınıza mane ola bilər. Yeni tanışlarla bağlı ilk təəssürata tam güvənməyin. Amma köhnə dostların məsləhətlərinə qulaq asmaq faydalı olar. Maliyyə məsələlərində tələsməyin. Böyük kreditlər götürməzdən və ya rəsmi sənədləşmə olmadan borc verməzdən əvvəl hər şeyi 2 dəfə düşünün. Dolça bürcü 30 dekabr 2025-ci il. Sizi həqiqətən ilhamlandıran işlərə başlamağın vaxtıdır. Məhz bu sahədə uğur qazanacaqsınız. Bugün yaradıcılıq potensialınız yüksək olacaq. Çoxlu yaxşı ideyalar yaranacaq. Hamını çaşdıran suallara cavab tapa və heç kimin xoşuna gəlməyən vəziyyəti dəyişmək üçün yol kəşf edə bilərsiniz. Dolçalar başqaları üçün faydalı işlər görsələr də öz maraqlarını da unutmadan hərəkət edəcəklər. Köhnə rəqiblər üzərində üstünlük qazanmaq, rəqabətdə irəli keçmək şansı yaranacaq. Ətrafdakılar sizin sərt davranışınıza təəccüblənsələr də nəticələr hər şeyin düzgün edildiyini göstərəcək. Balıqlar bürcü 30 dekabr 2025-ci il. Diqqətli olun. Bu gələcək hadisələrin gedişatını müəyyən edəcək qərarlar verməli olduğunuz mühüm günlərdəndir. Başqalarının məsləhətlərindən çox öz intuisiyanıza güvənmək daha doğru olacaq. İşlərinizə qarışmaq istəyən insanlar yaxşı niyyətli ola bilərlər, amma onların müdaxiləsi bəzən faydadan çox zərər gətirə bilər. Kömək üçün sizi həqiqətən anlayan və dediklərinizi düzgün yerinə yetirən insanlara müraciət etmək daha məqsədə uyğundur. Günün əvvəlində ailə münasibətləri baxımından çətin anlar yaşana bilər. Köhnə incikliklər xatırlana və ya sizdən hələ hazır olmadığınız qərarlar tələb oluna bilər. Hər şeyi düşünüb daşınmaq üçün qısa fasilə lazım olacaq. Günün ikinci yarısı isə ünsiyyət və birgə fəaliyyətlər üçün daha rahat keçəcək.